Duz təzyiqi qaldırır. Səhiyyə Nazirliyi Elmi Tədqiqat Kardiologiya İnstitutunun direktoru professor Gülnaz Dadaşova səhiyyə.gov.az saytına verdiyi müsahibədə ürək xəstələri necə qidalanmalıdır sualına cavab verib. Mütəxəssis qeyd edib ki, doğru qidalanma ürəyə düşən yükü azaldır, damarların sağlam qalmasına kömək eləyir və təzyiqi xolesterini normada saxlamağa yardım eləyir. Həddindən artıq duz istehlakı təzyiqi qaldırır və ürəyə əlavə yük salır. Həmçinin yemək bişirilməsində heyvani yağlardan istifadə damarların daralmasına səbəb ola bilər. Daha çox bitki yağlarına, zeytun, günəbaxan və ya katan yağına üstünlük verilməlidir. Qızartmadan daha çox yeməyi suda bişirmə, sobada hazırlama, buğlama daha faydalıdır. Həmçinin həftədə ən az 1-2 dəfə balıq yemək tövsiyə olunur. Çünki omega-3 yağ turşuları ürəyi qoruyur, damarları elastik saxlayır deyə Kardiologiya İnstitutunun direktoru bildirib. Gülnaz Dadaşova əlavə olaraq qeyd edib ki, gündəlik rasionunuz vitamin, lif və minerallarla zəngin, tərəvəz və meyvələrdən ibarət olmalıdır. Lif xolesterini aşağı salır, bağırsaqları yaxşı işlədərək orqanizmi təmizləyir. Ağ çörək və şirniyyat yerinə kəpəkli çörək, qarabaşaq, yulaf, qəhvəyi düyü daha faydalıdır. Bunlar həm toxluq verir, həm də ürəyə yük salmır. Qırmızı ətin miqdarına diqqət yetirməkdə fayda var. Əti tam qadağan etmək lazım deyil və daha çox toyuq, hinduşka, balıq seçmək daha düzgündür. Şəkər və şirniyyat istehlakına diqqət yetirmək lazımdır, çünki çoxlu şirniyyat və şəkərli qidalar ürək-damar sisteminə mənfi təsir edir və artıq çəki yaradır. Ona görə də şirniyyatı minimuma endirmək lazımdır. Həmçinin maye qəbulunu nəzarət etmək lazımdır. Ürək çatışmazlığı olan xəstələr bol maye qəbul etdiyi zaman ürəyin yükü artır. Belə hallarda həkimlə razılaşdırılmış miqdarda maye içmək vacibdir. Lakin sağlam ürək xəstələri üçün təbii su içmək faydalıdır deyə professor vurğulayıb. Xoruldayanlara şəhərdə yaşamaq təhlükəlidir. Tədqiqat göstərib ki, havanın yüksək səviyyədə çirkli olduğu ərazilərdə yaşayan yuxu apnesi xəstələrinin vəziyyəti daha da ağırlaşır. Hollandiyanın Amsterdam şəhərində Avropa Tənəffüs Cəmiyyətinin konqresində təqdim edilən beynəlxalq araşdırmaya görə havanın çox çirkli olduğu ərazilərdə yaşayan obstruktiv yuxu apnesi olan insanlar daha ağır simptomlarla üzləşir. Tədqiqata 14 ölkənin 25 şəhərində obstruktiv yuxu apnesi olan 19.325 xəstənin məlumatları daxil edilib. İnformasiya Avropa Yuxu Apnesi məlumat bazasından götürülüb. Təhlil göstərib ki, böyük şəhərlərdə yaşayanların obstruktiv yuxu apnesi daha ağır simptomlar verib. Xatırladaq ki, bu xəstəlik zamanı tez-tez yüksək səslə xoruldama, yuxuda ağır nəfəs alma və qəfildən uzun müddətli dayanmalar müşahidə edilir. Pasiyentlər dəfələrlə yuxudan oyanır, hətta yuxuda ikən hava çatışmazlığından həyatını itirir. Həmçinin bu xəstəliyi olanlar hipertoniya, insult, ürək-damar xəstəlikləri və ikinci tip diabet riski ilə daşıyır. Doğuşdan sonra psixi pozuntu kütləvi hal alıb. İsveçdə aparılan və Molekulyar Psikiatri jurnalında dərc olunan geniş araşdırma göstərib ki, qadınlarda doğuşdan sonraki həftələrdə psixi sağlamlıq problemləri riski yüksəlir. Məlum olub ki, doğuşdan 5 həftədən 15 həftə sonraya qədər depressiya riski hamiləlikdən əvvəlki dövrlərlə müqayisədə 20% daha yüksəkdir. Psixoz riski isə doğuşdan sonraki ilk 5 həftədə 6-7 dəfə, 20-ci həftəyə qədər isə 2 dəfə artır. Ekspertlər vurğulayıb ki, bu hallar ciddi müalicə tələb edən psixi pozuntulardır. Simptomlara halüsinasiyalar, paranoya və bipolyar pozuntu daxildir. Lakin düzgün müalicə ilə tam sağalma mümkündür. Tədqiqat 2003-2019-cu illər arasında İsveçdə 1,8 milyon doğuşun məlumatları əsasında aparılıb. Alimlər bildirir ki, həkimlərin hamiləlik dövründə qadınları daha yaxından izləməsi psixi sağlamlıq problemlərinin vaxtında aşkarlanmasına və ağırlaşmalarının qarşısının alınmasına kömək eləyə bilər. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə dünyada hər 10 hamilə qadından biri və doğuşdan sonraki qadınların 13%-i psixi pozuntularda yaşayır. Alimlər gənc anaların psixi sağlamlığının qorunması üçün doğuşdan sonraki dövrdə diqqətli müşahidə və dəstəyin vacib olduğunu vurğulayır.
Az su içmək stress hormonunu artırır. Yeni elmi araşdırmaya görə gündəlik kifayət qədər su içməyən insanlarda stress zamanı kortizol hormonunun səviyyəsi daha çox artır. Bu, az miqdarda su qəbulunun uzun müddətli sağlamlıq riskləri ilə əlaqəsini izah eləyir. Amerika Birləşmiş Ştatında aparılan və Journal of Applied Psychology jurnalında dərc olunan araşdırmada müəyyən edilib ki, daimi olaraq az su içən şəxslərdə psixososial stress zamanı kortizolun ifrazı daha güclü olur. Bu da zamanla metabolik, böyrək və ürək damar xəstəlikləri riskini artırır. Tədqiqat zamanı iştirakçılar gündəlik su qəbuluna görə 2 qrupa bölünüb. Çox və az su içənlər. Stress testindən sonra hər iki qrupda kortizol səviyyəsində artım müşahidə edilsə də, az su içənlərdə bu reaksiya daha güclü olub. Bu da orqanizmin susuz qaldıqda stressə daha həssas olduğunu göstərir. Alimlər bildirib ki, yetərli maye qəbul etmək yalnız fiziki deyil, psixoloji sağlamlıq üçün də önəmlidir. Alimlər ötən il 117 yaşında vəfat edən İspaniyalı Maria Branas Morena'nın uzun ömür sürməsinin səbəbini müəyyən etmək üçün onun DNT-sini və digər bioloji parametrlərini araşdırıblar. Maria Branas dünyanın ən yaşlı insanı idi. Araşdırma zamanı məlum olub ki, Morera gündə 3 qatıq yeyib. Qatığın sağlamlıq və uzun ömürlük faydalarını göstərən tədqiqat çox azdır. Buna görə də bu kəşfimiz bir irəliləyişdir deyə tədqiqat rəhbəri Manuel Estelar bildirib. O əlavə edib ki, Morera qatıqdan əlavə 8 müxtəlif taxıldan ibarət gündəlik smuzi, yəni sıyıq içib. O həmçinin siqaret çəkməyib və spirtli içki qəbul etməyib. Maria Branas Morera 2 dünya müharibəsindən, İspaniya vətəndaş müharibəsindən, İspan qripi pandemiyasından və 113 yaşında COVID-19-dan sağalıb. Lakin 117 yaşında həyata vəda edib. Məşhur bloger Jake Moscado 2 ay ərzində yalnız qırmızı ət yeyərək fərqli eksperiment həyata keçirilib. Onun sözlərinə görə bu müddət ərzində orqanizmində maraqlı dəyişikliklər baş verib. Eksperimentin başlanğıcı çətin keçib. İlk həftə özünü o qədər pis hiss edib ki, qorxmağa başlayıb. 2 həftədən sonra isə bağırsaq problemləri yaranıb. Lakin bir ayın tamamında vəziyyəti kəskin şəkildə yaxşılaşıb. Jake özünü enerjili və güclü hiss etdiyini bildirib. 2 ayın sonunda bədən formasından razı qalıb. Lakin bu nəticəyə idman zalında müntəzəm məşqlərin də təsir etdiyini etiraf edib. Bununla belə mütəxəssislər belə ekstremal pəhrizlərin təhlükəli olduğunu bildirir. Dietoloq Rima Pillay qeyd edib ki, bu cür yanaşmalar əvəzinə balanslı və müxtəlif qidalanma daha sağlam seçimdir. O həmçinin əlavə edib ki, yalnız ətlə qidalanmanın fəsadları illər sonra ortaya çıxa bilər. Bu cür pəhriz xolesterinin artmasına, damarların tıxanmasına və ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.